2011-ci ilin ikinci yarısından Ağstafa rayonunda aparılan tikinti quruculuq, abadlıq işlərinin həcmi və yeni sosial obyektlərin tikintisinin başlanması statistikası ötən illərdən daha geniş miqyaslıdır. Hesabat ilində tikinti quruculuq və abadlıq işləri şəhərin Heydər Əliyev prospekti, Hüseyn Arif və Üzeyir Hacıbəyev küçələrinin tamamilə yenidən qurma işləri ilə başlandı. Həyata keçirilən tədbirlər nəticəsində Üzeyir Hacıbəyev küçəsində mişar daşından 2512 kvadrat metr dekorativ hasar örülmüş, 1380 kvadrat metr suvaq, 1572 kvadrat metr ağlayla, 1380 kvadrat metr üzlük daşla, 385 kvadrat metr çay daşı ilə üzləmə işləri yerinə yetirilmişdir. ...1944 ədəd palma, sərv, yapon əzcili, eldar şamı və xan çinarı əkilmişdir. Hüseyn Arif küçəsinin memarlıq görünüşünün yaxşılaşdırılması üçün 33 mənzilli yaşayış binasının ətrafı təmizlənmiş, fasadında təmir işlərinə başlanmış və pilləkən qəfəslərində bərpa gücləndirmə işlərinin görülməsinə planlaşdırılır. Küçədə 426 kvadrat metr mişar daşından hörgü, 100 kvadrat metr suvaq, 654 kvadrat metr ağlayla, 450 kvadrat metr çay daşı ilə üzləmə, 289 kvadrat metr divar üstü metal lövhənin vurulması işləri yerinə yetirilmişdir. Yeni yaşıllıq zonasının salınması üçün sahə yaradıldı. 426 kvadrat metr beton səki daşı qoyuldu. Küçənin hər iki hissəsində 72 ədəd palma, 109 ədəd yaponi əzcili kimi dekorativ ağaclar əkilir. Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyevin adını daşıyan prospektin müasir üslubda yenidən qurulması layihəsi hazırlandı. 75 binanın fasadı ağlayla üzləndi. Müasir işıqlandırma sistemləri quraşdırıldı. Fərdi yaşayış evlərinin dam örtükləri təzələndi. Küçə boyu divarların ağlayla üzlənməsi işi davam etdirilir. Heydər Əliyev prospektinin başlanğıcında yol hərəkətini tənzimləyən dairənin əsaslı təmirinə və dairədə saat abidə kompleksinin quraşdırılması üçün tikinti işlərinə başlanılmışdı. Prospektin küçə işıqlandırılmasının yenidən qurulması üçün ən müasir işıqlandırma sistemi alınmışdı. Heydər Əliyev və Səməd Vurğun adına parkların yeni layihəsi hazırlanmış və tikinti işlərinə başlanmışdı. Heydər Əliyev parkında Heydər Əliyev abidə kompleksi, Gənclər Mərkəzi və Yay kinoteatrının tikintisi sürətlə davam etdirilir. Burada sakinlərin istirahəti üçün müasir oturacaqlar quraşdırılır. 4 ədəd yeni fəvvarə tikilir. Müasir işıqlandırma sistemlərinin montajına və yaşıllığın suvarılması sisteminin quraşdırılmasına başlanmışdı. Gəzinti üçün nəzərdə tutulan səkilərə mərmər qoyulur. Səməd Vurğun adına parkda da tikinti abadlıq işləri planlı şəkildə davam etdirilir. Xalq şairinin yeni büstünün, onun yaradıcılığını ifadə edən kitab abidəsinin quraşdırılması işləri aparılır. Parkda əyləncə mərkəzinin, fəvvarənin və oturacaqların tikintisi, yerə səki daşlarının döşənməsi işləri başa çatmaq üzrədir. Parkın suvarma və işıqlandırma sistemləri də müasir şəkildə yenidən qurulur. Ağstafa şəhərində Dövlət bayrağı meydanının tikintisi üçün müvafiq sahə ayrılmış, 50 metr hündürlüyündə bayrağın ucaldılması üçün texniki təşkilati işlər görülür. 2011-ci ildə Ağstafa şəhərində qəzalı vəziyyətdə olan binalarda yaşayan ailələr üçün bir ədəd 4 mərtəbəli, 24 mənzilli binanın tikintisi davam etdirilmişdir. Həmin kateqoriyadan olan sakinlərin sayının çox olması səbəbindən tərəfimizdən mərkəzi icra hakimiyyəti orqanlarına edilən müraciət əsasında daha bir ədəd 4 mərtəbəli 16 mənzilli binanın tikintisinə başlanılmışdır. Ağstafa Böyükəsik Sadıqlı yolunda təmir-tikinti işləri başlanıb və bu ilin sonuna dək yekunlaşacaqdır. Bu yolun istismara verilməsi rayonun iqtisadi həyatının canlanmasına, 19.300 əhalisi olan 14 yaşayış məntəqəsinin rayon mərkəzi ilə əlaqələrin artmasına və rahatçılığına imkan verəcəkdir. Boylu Xətai Yenigün Aşağı Göycəli avtomobil yolunun tikintisinə 2,3 milyon manat vəsait ayrılmış, həmin yolun tikintisi keyfiyyətlə aparılmış və başa çatmaq üzrədir. 2011-ci ilin ikinci yarım ilindən başlayaraq Tatlı kənd tam orta məktəbi üçün 220 şagird yerlik məktəb binasının, Yüzqışlaq kənd tam orta məktəbi üçün 180 yerlik yeni məktəb binasının, Ağstafa şəhərində 115 yerlik Körpələr evi uşaq bağçası üçün yeni binanın və Dağkəsimən 2 nömrəli Körpələr evi uşaq bağçasının tikintisinə başlanmış. Uşaq şahmat məktəbində, texniki humanitar təmayüllü liseyində əsaslı
Rayon Təhsil Şöbəsinin inzibati binasında isə təmir işləri davam etdirilir. Yeni tədris ilinə hazırlıqla əlaqədar rayonun bütün ümumi təhsil məktəblərində cari təmir işlərinə başlanmışdı. Yeni Azərbaycan Partiyası Ağstafa rayon təşkilatının inzibati binasının tikintisi davam etdirilir. Bina 8 otaq və 1 akt zalından ibarət olacaqdır. 2011-ci ildə rayon statistika idarəsinin yeni binası istifadəyə verilmişdi. 2011-ci ildə 180 yerlik mərasim evi tikilərək şəhər sakinlərinin istifadəsinə verilmişdi. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20-ci il dönümü ilə əlaqədar Heydər Əliyev Muzey Mərkəzində rayon icra hakimiyyəti tərəfindən tədbir keçirilmişdi.